svetoforumuz. Ağdam şəhərinin mərkəzində Bayraq meydanının altında yazılan Ağdam yazısı. İndi burada təmir işləri aparılır. Zəfər Parkının ərazisinə düşür. Zəfər Parkı və Açıq Hava Altında İşğal Muzeyinin ərazisinə düşür. İndi buradakı işlərə görə yəqin ki, bayrağı çıxardıblar. Bu da bizim, mən bunun şəklini, videosunu paylaşmışdım. Özüm indi gəlib çıxıram. Bu da bizim yeni küçələrə verilən adlar. Bura keçmiş adlarla desə Süleyman Sani Axundov və 20 Yanvar küçələrinin kəsişməsidir. Bura, bax, bu svetoforun tini, bax, bu barmağımın tuşu rəhmətli Yadulla əminin butkası idi, ərzaq dükanı. Süleyman Sani Axundov küçəsi, İmarət, 20 Yanvar küçəsi isə Pənahəli xan adlandırılıb. Əvvəllər Süleyman Sani Axundov küçəsi lap bax bu küçənin başından, o işıq stansiyasının yanından başlayıb Seyidli kəndinə, Süleyman Sani Axundovun ev muzeyinə qədər gedirdi, çıxırdı. Belə bir qövsvari şəkildə dolanırdı. Xəritəyə baxanda görünür ki, düz deyil. Qövsvari şəkildə dolanır. İndi mən əminəm ki, Süleyman Sani Axundov küçəsi Ağdamda olacaq. Yəni, inanıram ki, olacaq. Amma yəqin ki, bu əvvəlki formada dolanmayacaq da. İndi axı küçələrin planlaşdırılması başqa cürdür. Ona görə də demək istədiyim odur ki, mən bu küçənin şəkilləri paylaşanda da yazmışdım. Bəzi dostlar razılaşmadı. Amma mən bu küçənin İmarət adlandırılmasına çox sevinirəm və çox dəstəkləyirəm. Bunu çox məntiqli hesab edirəm. Belə görünür ki, İmarət küçəsi bax bu sarı kran olan binanın tinində bitməlidir. Çünki oradan artıq başqa küçə keçir. Buranın əzəldən dədə-babadan adı İmarət Məhləsidir. Küçənin də İmarət adlandırılması çox gözəl bir ideya və təşəbbüsdür və gözəl bir qərardır. Bu isə Pənahəli xan küçəsidir. İmarətin girişinin qarşısından keçən küçə. Təbii ki, bu da çox düzgün, məntiqli, dəqiq və tariximizə sayğı duyan bir qərardır. Alqışlayıram və dəstəkləyirəm. Maraqlıdır ki, digər küçələr düzəldikcə necə adlandırılacaq. Daha bir küçə adını da göstərim sizə. Deməli, bax, bayaqları dayandığım tin İmarət küçəsi ilə Pənahəli xan küçəsinin, köhnə Süleyman Sani Axundov və 20 Yanvar küçələrinin kəsişməsi idi. Bayaq dayandığım yer oraydı. Və orada dedim ki, bu sarı kran olan binanın tinində İmarət küçəsi bitir kimi görünür. Amma baxın, hələ davam edir. Ola bilər ki, buradan oyanam. İndi aşağıdan baxanda görmürdüm. Aşağıdan görünmürdü. İndi burada biraz dikdir də bura. Qalxmışam, görünür. Və bu küçə davam eləyir. İmarət adı ilə mı davam eləyəcək? Yoxsa o başqa küçə olacaq, başqa ad daşıyacaq, onu bilmirəm. Amma ta ki o əsas magistral Bərdədən gəlib Təzəkənd postundan girib düz yol var ha, Ağdamın içinə təzə çəkilən yol. Bax, enli. Qabaqda da bir hissə nümunə hissə olaraq düzəldilib. İşıqları görünən.
nümunə küçə kimi ora düzəldilmişdi, səkiləri, velosiped yolu hamısı. Bir nömrəli məktəbin yanından keçir və uzanır, üzü qarşıya gedir. Bax, həmin küçə Bərdə-Ağdam yolu gəlir, girir Ağdamın içinə və uzanır, gedir. Yəqin ki, o Başpolana görə şəhər ətrafı dairəvi yolun bir hissəsi də düşür bu küçəyə. Həmin küçə Heydər Əliyev prospekti adlanır. Baxın bu küçə. 4-cü məhəllə, 4-cü yaşayış məhəlləsinin qarşısından gedir. Burada Azərişığın Böyük Təlim Mərkəzi də var. Yanı da mərkəzi park olacaq. Muğam mərkəzi, onun arxası, yan yörəsi mərkəzi parka düşəcək. Və yanından keçən küçə Heydər Əliyev prospekti. Bu da daha bir kommersiya binasıdır. Ağdamda ilk təməli qoyulan yaşayış binasıdır. Park Qarabağ. Ağşəhər üslubunda tikilən binalardandır.